təbiətən fədakar insandır. Fədakar insan isə istedadı, fitri qabiliyyəti, çalışqanlığı ilə əldə elədiyi cəmi uğurlarını insanlığın xoşbəxtliyinə, xilasına sərf eləyir. Sizinlə şəhid çəkdirmək olar. Ay, salam verəcəm. Salam verin. Necəsiniz? Azərbaycan bayrağı bu bizim milli qürurumuzdur. Allah qorusun hamısını. Sizləri də. Çox sağ olun. Mən də hər kəs kimi Ali Baş Komandanın əmrinə əsasən 2020-ci il sentyabr aylarında döyüşlərə qatılmışam. Döyüş ərəfələrində Aras Supermarketlər şəbəkəsində çalışırdım. Təsadüfən telefonuma tanımadığım bir növbədən zəng gəldi. Telefona cavab verdim, bildirdilər ki, Yasamal rayon hərbi komissarlığındandır. Hətta o qədər müddət az idi ki, mən heç iş yoldaşlarımla belə, ailə üzvlərimlə rahat sağollaşa bilmədim. Hərbi biletimi və şəxsiyyət vəsiqəmi götürüb hərbi komissarlığa yaxınlaşdım və orada bildirdilər ki, artıq bu gün siz gedəcəksiniz. Belə yola düşdüm müharibəyə. Füzuli rayon istiqamətindən, Kənd Horadizdən döyüşlərə başladı. Təbii ki, döyüşlər çox ağır keçir. Yəni əslində insan həyatda başqa cür təsəvvür edir hər şeyi, amma real gedib yaşayanda görsən ki, hər şey tamam fərqli istiqamətdə cərəyan eləyir. Müharibə zamanı tək mən yox, mənim kimi neçə əməkdaşlar döyüşlərə qatılmışdı. Onlardan 9-u şəhid oldu. Allah hamısına rəhmət eləsin, şəhidlərimizə borcluyuq. Bizə yaxın filialda bir əməkdaş çalışırdı Rəcəb adında. Döyüşlər bitdi, biz qayıtdıq və mən yoldaşlarımla maraqlanarkən Rəcəbin şəhid olduğunu duydum. Çox üzüldüm, çox sarsıldım həqiqətən bu xəbərdən. Və beləcə Füzuli rayon istiqamətindən sonra digər rayonlarımıza doğru irəliləyirdik. Cəbrayıl oldu, Zəngilan oldu. Şuşa döyüşləri olan zaman orada düşmən mərmisinin partlayışı zamanı yaralandım və təxliyə qrupu tərəfindən hospitala yerləşdirdim. Həkimlərimizin dəstəyi nəticəsində özümü toparladım və mənə orada qeyri-adi nömrələrdən zənglər gəlirdi. Açırdım ki, bizdə mən çalışdığım filialdan iş yoldaşlarımdır. Oradan xəbər toplayıblar ki, məsəl üçün hansı hospitalda yatıram. Kimlər ki, hansı rayondan yaxın məsafədə yerləşirdisə, gəlib mənə ziyarət edirlər. Yəni, o dərəcədə bizim kollektivimizdə birlik, bütünlük olub. Təbii ki, məlumatlar mənə gəldi iş yoldaşlarım tərəfindən ki, bölgə müdürü sənin şəkli tez-tez statusunda paylaşır. Orxan, igidim, sənlə fəxr edirəm, belə bir şeylər mənə göndərirlər o şəkilləri. Mən həqiqətən qürur duyurdum ki, belə bir kollektivdə çalışıram. Buradan Veysaloğlu MMC-yə başdan Aydın Talıboğlu cənabları olmaqla bütün kollektivə orada çalışan hər bir kəsə salamlarımı çatdırıram. Xüsusən də mənim üçün ikinci ailəm, evim sayılan Yasamal Aras filialına başda yaşayan müəllim olmaqla hər bir kollektivinə, hər bir işçisinə öz salamlarımı çatdırıram. İnşallah tez bir zamanda sizinlə bir arada görüşmək ümidi ilə. Allaha əmanət olun. Hamınızı sevirəm. Mən Qubadlı rayonunun müdafiəsində olan zaman orada belə bir hadisə baş verdi ki, şirkətlər bizlərə yardımlar göndərirlər və mən uzaq məsafədən Arazın maşından gəldiyini gördüm oradakı bizə ərzaq gətirib və orada çox böyük qürur hissi ilə öz döyüş yoldaşlarıma dedim ki, mən bu şirkətdə çalışıram. Şirkətimiz bura qədər gəlib belə çıxa bilib. Hətta onu vurğulamaq istəyirəm ki, mənim ailə üzvlərimlə maraqlanıblar, bizim əmək haqlarımız hər ay kartımıza köçürülüb. Mən qaydanda, yəni sanki işdə olduğum kimi necə işləyirdimsə, əmək haqqı alırdımsa hər ay, o ödənişlər mənim kartlarıma köçürmüşdü. Mən müharibəyə getdiyim ərəfədə atam yataq xəstəsi idi. Hansı ki, özü 1-ci Qarabağ müharibə əlində, onun da ayağı minaya düşmüşdü. Yataq vəziyyətində qoyub getmişdim mən müharibəyə, amma kollektivim gəlib maraqlanmışdı. Yəni müəyyən qədər bir dəstək göstərmişdi. Müharibə bitdikdən sonra hansı ki yaralanmışdım, sağalma ərəfəsi idi. Özümü toparlayandan sonra öz doğma kollektivimin içərisinə qayıdıb onlarla görüşmək istəyirdim. Mənə dəvət etdilər ki, filialda səni gözləyirik. İnanıram ki, çox möhtəşəm qarşılama oldu. O təbii ki, yenidən mənə bir qürur hissi verdi ki, mən yaxşı ki, belə bir kollektivdə, yaxşı ki, belə bir şirkətdə çalışıram. Hər birinə dərin təşəkkürümü bildirirəm. Bugünkü gündə ofis şəraitində çalışıram Araz marketdə. Amma yenə də marketdə olan kollektivimizlə əlaqəmizi kəsməmişik, tez-tez görüşürük, danışırıq. Onlar mənim üçün unudulmaz bir insanlar, bir tarixə çevirdilər. Mən onları hər zaman gözəl xatirələrlə xatırlayacağam və buna görə onlara hər zaman təşəkkürümü bildirirəm.